bilməmişdir. Bugün fitnə fəsadların başında duran səbəblərdən biri nədir? Bilməyərək danışmaq. Və ən böyük günahlardan da biri budur. Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, kim mənim adımdan yalan danışarsa cəhənnəmdə yerini hazırlasın. Ən böyük günahlardan budur, bilməyərək danışmaq. Çünki Allah Teala'nın şəriətidir. Sən özündən din çıxardıb, din danışa bilməzsən. Bu sələfin, bu alimlərin yaşayışı olubdur. Baxın, İmam Malik'in yanına uzaq bəldədən bir qrup insan gəlir. Gəlir, 40 sual verirlər. İmam Malik onun 4-ünə cavab verir. 40 sualdan. Deyirlər, ey imam, ey Mədinənin imamı, bu qədər yol gəldik. Sən isə deyirsən ki, mən bilmirəm. Biz geri döndükdə insanlara, qəbilələrə nə cavab verəcək? İmam Malik deyir, get onlara dönün və onlara deyin ki, İmam Malik bilmir. Və Mədinənin o boyda imamı bu sözü nə etdi? Bu sözü doğru gördü. Və deyirlər ki, ey İmam Malik, axı bu asan suallardır, bəsit suallar. Burada nə var ki, sən bilmirsən? Yəni, bugün bəlkə də insanlar da elə fikirləşir. Bəzən şeyxlərə sual veriləni bilməyəm deyəndə deyirəm, nə tər ola bilər ki, bu asan sual? Elə deyil. Ola bilsin ki, o onu bilirdi, unudub. O vaxt o Allahdan qorxub bilmirəm deyir. Allahdan qorxub bilmirəm deyir. Və bilmirəm sözü özü nədir? Allahdan, təqvadan irəli gəlir. Və İmam Malikə də deyilir, İmam Malik, bu bəsit, asan suallardır, buna niyə bilmir? İmam Malik deyir ki, dində elə bir şey yoxdur, bəsit olsun, asan da olsun. Çünki Allah Teala ayədə buyurur ki, biz sənə ağır yük göndərdik, ağır söz göndərdik. Bu dindir, Allah Teala'nın dinidir. Sən belə etdikdə Rəbbinə qarşı, onun dininə qarşı öz səmiyyətini, öz ciddiliyini göstər.